Avrokuboklarda ilkin mərhələ arxada qaldı. Azərbaycan klubları 32 ildə iştirak etdiyi qitə turnirlərinə indiyədək görmədiyimiz dərəcədə uğurla start verdi. 3 klubumuzun 3-ü də həm ilk, həm də cavab oyunlarında qalib gələrək 6 qarşılaşmada 6 qələbəni reallaşdırdı. Bu Avrokuboklarda ilkin mərhələdə təmsil olunan bütün Avropa ölkələri arasında rekord nəticədir. Nəhayət, Azərbaycan futbolunun da adı Avropa turnirlərində hansısa rekordda müsbət mənada çəkildi. Bu 6 maçda komandalarımız rəqib qapılarına ümumilikdə 16 qol vurdu. Qol buraxan yeganə klub Sabah oldu. Söhbətə elə yeni Azərbaycan çempionundan başlayaq. Əvvəlki sujetlərdə də dediyimiz kimi Sabahın Uels çempionu TNS-i üstələyəcəyi şübhə doğurmurdu. Britaniya futboluna yaraşan ifadə olmasa da TNS yarım peşəkar səviyyəli komanda təsiri bağışladı. Sabah onları çox güc sərf etmədən hər iki görüşdə məğlub etdi. Cavab maçının əvvəlində komandamız rəqibə bir qədər rahat oynamaq imkanı verdi. Uelslər də bundan istifadə edib müdafiəmizi az da olsa narahat etdi. Lakin 20-ci dəqiqədən sonra Sabah irəlidə təzyiqi artıran kimi TNS geri oturmalı oldu. 2-0-dan sonra gələn rahatlıq TNS-in bir qol vurmasında müəyyən rol oynadı. Beləliklə Sabah Çempionlar Liqasında siftəsini 2 qələbə ilə qeyd etdi. Amma TNS-lə oyunlar hansısa ölçü göstəricisi ola bilməz. Əksinə, belə rəqiblə görüşlərdə ümumilikdə 4 sarı, 1 qırmızı vərəqənin alınması baş məşqçi Dambrauskası narahat etməlidir. Yersiz vərəqə almaqdan çəkinmək lazım. TNS-i hətta 10 nəfərlə də udmaq olar. Qarşıdakı rəqiblər isə belə asan olmayacaq. İlk ciddi sınaq Finlandiya çempionluğu ilə olacaq. Kups əlbəttə TNS səviyyəsində deyil, amma təhlükəli rəqib də sayılmamalıdır. Sabah minimum konferans liqasının əsas mərhələsində yerini təmin etmək üçün Finlandiya səddini keçməlidir və komandamızın potensialı buna imkan verir. İlkin mərhələdə Şimali Makedoniya təmsilçisi Vardarı səfərdə 0-2 udub, evdə eyni hesabla uduzan Kups yalnız əlavə vaxtda vurduğu qollarla 2-3 hesabı ilə uduzsa belə növbəti raunda çıxdı. Sabahın Mikelsi, Maludası, Puxaç və Simiçi Finlərlə oyunda sözünü deməlidir. Kupsla ilk oyun iyulun 21-də Masazırda olacaq. İlkin mərhələdə ən çox ehtiyat etdiyimiz rəqib zirəyə düşmüşdü. Gəl ki, Rəşad Sadıqovun komandası Torpedo Kutaisiyə hər iki oyunda 3 cavabsız qol vuraraq gürcülərə dərs verdi. Gürcülərlə yanaşı Azərbaycanda da zirənin bu 2 parlaq qələbəsinə dilxor və məyus olanlar oldu. Bəli, təəccüblənməyin, sosial şəbəkələrdə vardı belələri. Turan Tovuzun Avropaya yolunu zirə kəsib, ona görə biz Torpedo Kutaisiyə azarkeşlik edəcəyik yazırdılar. Bu da sizə Torpedo Kutaisi. Başınız sağ olsun. Daha keçib növbəti mərhələdə Estoniya klubuna da azarkeşlik edərsiniz. Zirənin bu mərhələdə bəxti gətirib Payde Baltikyanı derbidə Litva klubuna keçərək zirəyə rəqib olub. Zirənin bu mərhələnin də adlama ehtimalı çox böyükdür. Hətta digər 3 klubumuzla müqayisədə hamıdan çox. Hazırda davam edən Estoniya liqasında Payde liderdən 14 xal geri qalmaqla 4-cü sırada gedir. Heyət baxımından da bu komanda ilə zirə müqayisəyə gəlməz. Əminəm ki, Rəşad Sadıqov və futbolçuları belə şansı qaçırmayacaq. Payde ilə zirənin ilk dueli iyulun 23-də Estoniyada olacaq və nəhayət Qarabağ. Vesterinin timsalında Püşk Ağdam klubuna elə bir rəqib vermişdi ki, yoxlama oyunu keçirməli olsan, heç belə sparring rəqiblə qarşılaşmaq istəməzsən. Uzun yol yorğunçuluğu olsa da, mövsümə pozitiv başlamaq üçün İslandiya 1-ci liqasının klubu əla variant idi. Qurban Qurbanov Vester ilə oyunlarda müxtəlif taktik gedişləri futbolçuları sınadı. Komandası hər oyunda 3 cavabsız qol vurdu və indi növbəti rəqibi gözləyir. Növbəti rəqib isə bu mərhələdəki rəqiblərimiz arasında ən çətinidir. CSKA Sofia. Qarabağ Bolqarıstan futbolunun son illərdə markası sayılan Ludogoresi 2 il əvvəl səfərdə 7-2'lik qələbə ilə darmadağın etmişdi. İndi isə gücünü ordu klubu sayılan CSKA-ya göstərməlidir. Ötən ilki heyət olsaydı, Qarabağ haqqında daha inamlı danışmaq olardı. Yenilənmiş heyətlə isə Bolqarlarla oyuna ehtiyatla yanaşmaq daha doğru olar. Oyun saat 21-də Respublika stadionunda başlayacaq. Bundan bir gün əvvəl, iyulun 22-sində isə Bakının digər hissəsində Neftçi ilə Dinamo Minsk meydana çıxacaq. Neftçi, Dinamo Minsk. Lap yadıma uşaqlığım düşdü. Sovetlər dövründə Aleynikov, Gotsmanov, Zigmantoviçli Belarus dinamoçularının İskəndər Cavadov, Marşallı Əhmədov, İqor Panomaryovlu Neftçi ilə oyunları. O vaxt Neftçi nadir hallarda səfərdə qələbə qazanardı. Amma həmin bu Dinamo Minski Belarus paytaxtında 3-1 məğlub etmişdi. Düz 39 il əvvəl. 1987-ci il iyulun 25-də. İyulun 22-sində isə
Qarşılaşma həmin oyunun il dönümünə yaxın tarixə təsadüf edir. İndi Belarus futbolu böhranda, biz isə İskəndər Cavadov, Maşallah Əhmədov səviyyəsində yerli oyunçuların həsrətindəyik. İndi bizə yalnız ümid etmək qalır ki, Ukraynalı baş məşqçi Yuri Vernidub Neftçi ilə Avrokuboklarda debütünü qələbə ilə qeyd edəcək. Növbəti həftə Avrokuboklardakı hər 4 təmsilçimizin qələbə qazanma ehtimalı böyükdür. Görək hansı bacaracaq, hansı yox. İlkin Fiyyatoğlu, xüsusi olaraq Sport Info TV üçün.